Bu qapının arxasında ümid var. Bu qapının arxasında xəyal var. Bu qapının arxasında arzu var. Hər kəsin arzusu. Gəlin getdik. Bir dənə baxın bu gözəlliyə. Həqiqətən də hər kəsin arzusudur. Hər kəsin. Bizi izləyən elə bir şəxs ola bilməz desin ki, mən belə bir ev arzulamıram. Deyə bilərsiniz belə bir söz? Deyə bilməz. Mümkündür. Hər kəsin arzusudur. Lənkəranın Sütamorduf kəndində, el arasında İstanbul deyirik bura. Bax, Sütamorduf kəndində yerləşir. Bu evin ümumi həyatyanı sahəsi 8 sotdan ibarətdir. Gördüyünüz bütün bu dekorlar əl işidir. Bu söhbətgah deyirlər Bakı kəndlərində buna. Mən söhbətxana, hətta qeybətxana deyirəm. Bəzən məni qınayırlar da bu söhbətimə görə. Amma onu da yazın, düz deyirəm ya yalan deyirəm. Yığıldım bura qohum əqrəbə ilə, qeybət eləmədin, nə ləzzət oldu, ay dada balası. Gördüyünüz, bax bu əl işi olan həm kamin, həm də manqal, aşağısı kamindir, üstü manqaldır. Gördüyünüz, bunun ikinci mərtəbəsi üçün də şərait yaradılıb. Bunun üstü betondur. Bu bir pilləkən qalxır yuxarıya, istəsəniz yuxarıda da bir dənə avers eləyə bilərsiniz, söhbətgah eləyə bilərsiniz. Hovuza baxın, bir dənə bu əl işlərinə baxın. Bu hovuzun 30.000 qiyməti var. Ən aşağısı 30.000 manat qiyməti var. Və məlumat üçün qeyd edeyim ki, ümumi qiymətdə endirim var. Biz bu evi 360.000 manata paylaşmışdıq dədə balası. İndi isə evin qiyməti kəskin şəkildə endirilib 340.000 manata. Gəl apar, 8 sotda bir dənə belə bir möhtəşəm burada villa. Evin arxasında landşaft zona var, yaşıl zona. Gəlin onu da bir dənə nəzərdən keçirək. Bir dənə bu gözəlliklərə baxın. Baxın, baxın, baxın. Ceyranım, ay ceyranım. Ceyran da var burada. Və belə bir yaşıl zona yaradılıb. Bəzi izləyicilərimiz bizi qınayırdılar ki, bu boyda villanın həyətində niyə axı təbii ağac yoxdur? Gəl, nə qədər istəyən sənə təbii ağac qardaş. Ək becər. Ək becər. Nə istəyirsən burada? Ək becər. İstəyirsən kartoşka ək. Özün bilərsən. Və buradan bir dənə teras var. Qalxırıq terasa. Ümumiyyətlə, bu evin sahibi burada yeyib içən adamları çox belə nəzərə alıb. Burada bir dənə yeyib içmək zonası, aşağıda bir dənə yeyib içmək zonası, evin içində də var. Bir şey də qeyd edeyim ki, bu evi alan şəxs hətta bu evi gündəlik icarəyə də verə bilər. Sütamorduf kəndi bilirsiniz, dənizkənarı kənddir. Gündəlik icarə üçün də bu ev əlverişlidir. Minimum gündəlik qiyməti 350-400 manatdır. Minimum 350-400 manat. Gəlin, evin içi ilə də tanış olaq, dəyərli dostlar. Buyurun. Baxın gözəlliyə. Həqiqətən də möhtəşəmdir, elə deyilmi? Baxın bu dekorlara. Bir də bu pilləkənin dekoruna baxın. İncəliklə işləyiblər. İncəliklə işləyiblər, dəyərli dostlar. Evin birinci mərtəbəsindəki dəhlizdəyik. Dəhlizdən bir dənə belə sanitar qovşağı var. Təmirlidir, amma aksesuarla təmin olunmuyub. Digər sanitar qovşaqları isə hər biri aksesuarlarla təmin olunur. Bura kombi otağıdır, texniki otağıdır. Gördüyünüz kimi. Və gəlin, daxil olaq evin birinci mərtəbəsində yerləşən qonaq otağına. Bu da evin birinci mərtəbəsində yerləşən qonaq otağıdır. Görürsünüz, bura studiya mətbəx kimi istifadəyə verilib. Studiya mətbəx də deyə bilərsiniz, qonaq otağı da deyə bilərsiniz. Kimin ürəyi necə istəyir desin, fakt odur ki, möhtəşəmdir. Möhtəşəmdir. Buradan terasa çıxış var. Gördünüz. Və böyük monitor. Bütün əşyalar qalacaq. Bütün əşyalar qiymətə daxildir, dədə balası. Yəni bir dənə burada yataq otağı var, onunla da tanış olaq. Xüsusən qonaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bu evə qonaq gəldi, birinci mərtəbədə otursun, dursun, burada da elə istirahət eləsin. Bu qonaq otağından bir dənə sanitar qovşağı var. Bura həm qonaq otağı deyə bilərik, həm yataq otağı. Çünki qonaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Gəlin qalxaq ikinci mərtəbəyə. Bu möhtəşəm əl işi olan pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Divardakı dekorları görürsünüz. Hər bir şey incəliklə seçilib, düşünülüb. Soyuducular, kondisionerlər, televizorlar,
Evdə nə varsa hamı qalacaq. Birinci mərtəbədə isti döşəmədir, ikinci mərtəbədə isti döşəmədir. Burada bir dənə kiçik uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Bir dənə burada uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Bura sanitar qovşağı. Burada bir dənə yataq otağıdır, uşaqlar üçün nəzərdə tutulub. Ümumi 3 uşaq otağı var burada. Heç bir villada belə bir şey görməmişəm. Uşaqlar üçün 3 dənə otağı var. Bura bir dənə yataq otağıdır. Və o yataq otağında da sanitar qovşağı mövcuddur. Gəlin ona da bir dənə baxaq. Bəli, burada da sanitar qovşağı var. Bax belə. Bütün əşyalar qalacaq. Bütün əşyalar qalacaq. Dədə balası bir daha qeyd eləyim, təkrarçılıq eləyim ki, qiymət endirilib 340 min manata. Telefon nömrəmiz 050 321 45 02. Bu villanı əldən vermə, dədə balası.